Çox zaman psixologları istismar edirlər, psixoloji təzyiq edirlər. Sən psixologsansa falan olmalısan, peşəkar olmalısan. Yəni bir ad günündəsənsə, toydasansa, məclisdəsənsə fərqi yoxdur da. Yəni sən psixologsansa sənin bu standartın olmalıdır, belə olmalısan, belə olmalısan. Və yaxud da ki, qaynar xəttdir sanki psixoloq. Hamının dərdini dinləməlidir, hamıya məsləhət verməlidir. Yəni çox dəhşətli məsələlərdir və bir də ələlxüsus ad gününə gedəndə, indi ad gününə gedirəm, indi başlayacaq bəziləri ki, bəxtəvərə bax, bəxtəvər belədir, problemi yoxdur, yox, mənim də problemim var, mənim də məsələlərim var, hansı ki, həll olunmalıdır. Sadəcə olaraq psixoloqun adi insanlardan fərqi odur ki, o problemə rağmen ayaqda qalmağı bacarır. Yəni bir növ əsl psixoloq sufistdir. Yəni o ilahi dünya ilə əlaqəlidir deyim, bir mistik bir bağlılığı var. Bu dünyanı beş əlində qamarlayıb tutmur. Yəni həyatın nə vaxtsa sona yetəcəyini bilir. Əslində bütün bu olanlar heç biri mənim deyil, psixologiyası var əsl psixoloqda. Ona görə də o sizə belə bəxtəvər görsənir, xoşbəxt görsənir. Əslində həyatdır, həyat problemlərlə doludur. Psixoloq da hava ilə qidalanmır. Yəni benzin töymür özünə, benzini qutaranda, yəni enerji qutaranda. Buna görə də bütün bu məsələlər maariflənməlidir ki, biz cəmiyyət olaraq insanlarımıza bunu çatdıraq ki, biz də insanıq, bizim də haqqımız var istirahət eləməyə. Biz qaynar xətt deyilik və biz də insanıq. Sadəcə dediyim kimi, bu dünyada heç nə bizim deyil, heç nə bizə aid deyil. Müvəqqəti bir yaşama sürəcimiz var, istifadə hüququmuz var. Bax, bu gözəlliklərdən, bu həyatdan, yeməkdən, sudan. O vaxt ki, biz qapılırıq o düşüncəyə ki, mənim olmalıdır, yığım, gələcək üçün düşünüm hər şeyi və yaxud da ki, keçmişdə qalmışam, filan şeyi eləmədim, eləsəydim indi filan cür olasıydı həyatım. Yəni, bütün bunları buraxmaq lazımdır və özünü həyatın sadəcə axışından izləməlisən ki, hə, bu mənim həyatımdır, bugün var, bəlkə də sabah olmadı, bilmirəm, mən də bilmirəm. Heç nə mənim deyil, mənim sadəcə bu dünyadan, bu həyatdan bir istifadə hüququm var. Belə.